Deməli belə, nömrə 2. Elə maşın sahibidir videonu çəkən. Qardaş dedi ki, qardaşım maşını təzə almışam, gətirib bir dənə yoxlanış elə. Ümumiyyətlə maşına baxan adamdır və bu videonu da çəkməkdə məqsədim bilirsiz nədən ibarətdir? Yəni ki, maşına həqiqətən də baxmaq lazımdır. Keyfiyyətli yanacaqdan vurmaq lazımdır. Keyfiyyətli detallardan alıb qoymaq lazımdır. Yaxınlaş bura. Bir dənə Porsche-nə bax. Cilizə bax bir dənə. Ciliz kənarlara tut. Klapan, ciliz. Görürsünüz nə vəziyyətdədir? Çiçək kimidir maşallah. Deməli, burada məsələ nədir? Maşına baxmaq lazımdır. Valla qardaş motor yığdırmayıb. Nədən mən motor yığmamışam? Porsche çiçək kimi, ciliz əla, klapanlar əla. Bir dənə məsələ nədir burada? Əvvəlki avtomobil sahibi bir dənə svetsasını dəyişməyib. Gördüyünüz kimi qaz buraxıb. Görürsünüz? İndi bunu svetsanın orijinalını da əvəz edəcəyik. Yanacaq sisteminə əlaqədə nə problem varsa onu da aradan qaldıracağıq. Və qardaş istəyir ki, buna bir dənə yüngül toxunuşlar, stage falan yazaq. Maşın 2021 idi, hə? 2020-ci ildir və 2 plug-in hibriddir. İnşallah ki, onun da stage'ini də yazacağıq, qardaş yola salacağıq. Əzizləyicilər, maşınınıza mütəmməd olaraq baxın ki, sonradan böyük bir problem yaşatmasın. Təşəkkürlər, izləmədə qalın.